Salam dostlar, hamınıza xoş gördük. Bugün fərqli bir mövzunu müzakirə edəcəyik. Deməli, mövzumuz duadır. Duanın mahiyyəti, fəlsəfəsi və dua haqqında. Ağıl nə deyir, dini mənbələrdə dua haqqında nə kimi təlimlər gəlib, bu barədə istəyirəm müzakirə aparaq. Qonağımız Hacı İmran Ələsgərovdur. İstəyirəm bugün bu məsələni, duanın mahiyyətini Hacı İmranla müzakirə edək. Hacı, xoş gördük. Xoş gördük. Mən də sizi salamlayıram. Əziz tamaşaçılarımızı salamlayıram. İnşallah Allah bərəkət versin. Çox sağ olun. Belə Hacı, dua mövzusu fərqli bir mövzudur. Düzdür, dua bizim həyatımızda, xüsusən inançlı bir insanın həyatında ən aktual mövzulardan biridir. Amma bəzi aktual mövzular var ki, onları lazımınca, onun mahiyyətini, fəlsəfəsini lazımınca müzakirə etməmişik. Onun fəlsəfəsi haqqında rasional müstəvidə belə deyək, təhlillər aparmamışıq. Şimdicə, yəqin siz də mənlə razılaşarsınız. Dua mövzusu haqqında, duanın dini mətnlərdə yeri və duaya olan təkidlər, tövsiyələr, peyğəmbərlərin, imamların tövsiyələri bu barədə çox danışılıb. Amma duanın mahiyyəti, duanın fəlsəfəsi, duanın həqiqəti, dua necə bir şeydir, duanın təsiri varmı ümumiyyətlə? Ontoloji, təkvini bir təsiri varmı? Yoxsa dua daha çox psixoloji bir aramlıq vasitəsidir. Duanı biz edirik ki, ancaq psixoloji olaraq rahatlayaq. Və həmçinin dua bizim üçün bir növ bəndəliyimizi göstərmək üçün Allah qarşısında öz acizliyimizi izhar etmək üçün bir vasitədir. Yəni bu səpkidə məsələlər çoxdur. Xüsusən fəlsəfi kitablarda, qərb fəlsəfəsində dua məsələsini bu səpkidə analiz edənlər var. Ki, ümumiyyətlə, duanın həqiqətən real bir təsiri varmı? Xarici aləmdə duanın bir təsiri varmı? Ümumiyyətlə, dua nədir? Və s. Bu mövzuda, yəni, mövzular çoxdur. Mən istəyirəm bu məsələyə başlayaq, bunları qismən müzakirə edək. İlk öncə istəyirəm buradan başlayaq. Dini mətnlərdə, indi biz hələ ki, din fəlsəfəsini qoyuruq kənara, dinə gəldik, Qurana və hədislərə. Mən istəyirəm bundan giriş eləyək. Duanın dini mətnlərdə yeri, Allah və məsumlar, onun elçiləri duanı bizə necə tövsiyə ediblər və bizim öhdəliyimiz nədir? Bəli, çox gözəl buyurdunuz, Hacı. Quran-ı Kərimdə Allah bir neçə ayələrdə o dua barəsində bəhs açır. Udu'uni estecib lekum filan ayələr. O ayələrdən biri də budur ki, Allah deyir ki, buyurur ki, Qul ma ya'bu bikum Rabbi laula duaukum. Allah peyğəmbərinə buyurur ki, peyğəmbər denən, əgər sizin Rəbbinizə, yəni əgər sizin duavınız olmasaydı, Rəbbim sizə dəyər verməzdi. Əgər duavınız olmasaydı, Rəbbim sizə dəyər verməzdi. Bu ayənin mən bəzi yerlərdə də oxumuşam. İndi ümumən mütaliə eləyəndə görürsən ki, həm o bayaq buyurduğumuz kimi, həm bu mənəvi tərəfi var, həqiqəti var. Yəni Allahla bəndəçilik rabitəsi var burada. Həm də insanın o ayə deyir ki, müəyyən zərərlər var ki, onu dəf eləyə bilir bu. Ayə bizə bunu başa salır. Yəni Allah sizə dəyər verməz, inayət eləməz, nəzər eləməz. Məsələn, biz bilirik ki, hədislərə diqqət eləyəndə görürük ki, dünya barəsində nə qədər məzəmmət olunan hədislərimiz var, ayələr var. Görürsən ki, deyir ki, məsələn, dünya darun bilbəlai məhfufə. Dünya bir dənə bir yerdir ki, bəlalarla örtülüb. Bəlalardan örtülmüş bir aləm də bura, bir yurtdur, belə deyək. Bəs hər ağıllı bir insan, şuurlu bir insan bilir ki, əgər bir bəla ki, bir yer ki, bəla kimi təqdim olunub bizə, ki, Quran-ı Kərimin özündə də ayələr var ki, İnnəməl həyatü dünya lə'ibun və ləhvun, oyuncaqdır, falandır. Biz bunlara ümumən məcmuasına baxanda görürük ki, ağıllı, şuurlu insan bəs bu bəlada, bu oyuncaq bir yerdə özünü qorusun. Bizim məskənimiz deyil bura. Bura bir dayanacaq da, dayanacaq olan yerdə də həmişə bəla olar, problem olar. Bəs biz bu problemləri həll eləmək üçün nə etməliyik? Ağıl nə deyir? Ağıl deyir ki, zərəri dəf elə, zərərdən qaç, onu məsələn qarşısını kəs. Bəs duanın bir zahiri tərəfi budur ki, biz bu problemləri ağlımıza gələn, gəlməyən nə qədər bəlalar var, problemlər var ki, bu bəlanın içində yaşayırıq biz. Gərək biz bunlara neyniyə dəf edəyik. Quran-ı Kərim nə buyur? Ünvandır Quran. Biz ki, biz dua ilə deyir.
bu problemlərinizi həll eləmək, yəni eləyə bilərsiniz. Ki, hədislərimizdə də var da bizim ki, dua müminin silahıdır. Silah nədir? Silahın xasiyyəti budur ki, insan düşməndən özünü qoruyur, zərərləşdirir, müdafiə edir özünü. Bəs dua da budur ki, bizim o qədər şər insanlar var, nə bilim, şər məsələlər var, qəza və qədər bəhsləri var ki, biz bunu dua bəsləri ilə, dua ilə eləyə bilərik ki, bunu aradan aparaq. Ki, başqa bir rəvayətlərimizdə də var bizim ki, İmam Rıza ağa buyurur, Aleykum bisilahil ənbiya. Sizə məsləhətdir ki, təkid göstərir, vacibdir ki, sizə peyğəmbərlərin silahları ilə silahlanın. Ki, soruşda fəqih ilə və mə silahul ənbiya. Soruşda ceyiblər, Rasulullah peyğəmbərin silahları, peyğəmbərlərin silahları nədir? Dilə əd-dua. Dua, yəni peyğəmbərlərin silahlarıdır ki, biz bunları gərək neynəyək? Dəf eləyək. Aradan aparaq. Bu duanın zahiri tərəfidir. Yəni, insanın başına gələn maddi tərəfi, belə deyək. Mən deyərdim ki, həqiqi tərəfi deyil. Yəni ariflərin, irfanın bir tam baxışı var bu məsələyə. Ki, rəvayətlərimizdə də var, əlbəttə, bunun əsası var dini məbnalarımızda. Bu ki, zahiri tərəfidir. Amma duanın bu aşiqanə bir tərəfi də var. İrfanı bir tərəfi də var ki, Allahla aşiqanə və arifanə bir rabitə. Yəni, dua, yəni əslində çağırmaqdır. Hətta, məsələn, Əllamə Təbətəbai dua ilə, məsələn, səələ bəhsi ki var, əsəlukə, burada bir bəhs açıb ki, məsələn, səələ bir şey istəməkdir. Məsələn, Allahümmə inni əsəlukə, məsələn, nəsə istəyirsən. Amma dua, dəvə, yəni çağırmaq. Yəni, sən Allah... Səələ Kumel duasında da var. Can? Kumel duasında da var. Bəli, məsələn, Allahümmə inni əsəlukə, məsələn, bir rəhmətikə əlləti vəsət quliş. Məsələn, duanı Əllamə Təbətəbai ki, dua yəni Allahdan Allahı istəmək. Allahı istəmək. Allahdan yəni səni istəyirəm ilahi. Əntə muradi və la qeyruk. Məsələn, İmam Səccad şeydə münacatı ki var, Xəmsə şərə münacatında orada münacatların birində deyir ki, əntə muradi və la qeyruk. Mənim muradım sənsən, başqası deyir. Və liqaukə qurrətə ayni, səninlə görüşməyin gözümün olur və s. Məsələn, bu duanın həqiqi tərəfidir ki, insan Allahdan Allah istəyir. İnsan Allahda öz acizliyini göstərir. Yəni, mən heçəm. Məsələn, biz münacatlarda baxanda Kumel duasının özünə baxanda baxırsan ki, məsələn, biz bilirik ki, İmam Əli kimdir? Tanıyırıq ki, məsələn, məsumdur, bu həddədir əlbəttə ki. Amma belə tanımayan insan olsa, deyirsən ki, bu günahkar insan kimdir, bu qədər özünü aciz hesab edir orada, məsələn. Mərifət əhlinin xasiyyəti budur. Biz ki, oxuyuruq, görürük, məsələn, o şəxslərdən görürük ki, mərifət əhli nə qədər o mərifətə qalxdıqca, o əzəmətli xaliqi dərk etdikcə bir o qədər sözün əsl mənasında özünü aciz görür. O təqvaların xüsusiyyətini biz əl-kəlam yazılı kəlam sözümüz keçdi başqa tərəf əlbəttə. Bəli. O əleyhissalamın o təqvaları vəsf eləyəndə bir yerdə deyir ki, "Azumal xaliqu fi anfusihim." Xaliq onların anfusihim canlarında çox əzəmətlidir. Fəsəğra ma dunehu fi a'yunihim. Ondan başqa hamısı onların gözlərində kiçikdir. Mərifət əhlinin xasiyyəti budur. Ki, dua onlar üçün budur. Öz acizliyini etiraf eləyərlər. Və biz Kumel duasına adı baxanda, məsələn, o mətnlərdə inşallah qismət olsun, gələcək o nöqtələrə, görürsən ki, məsələn, orada öz acizliyini etiraf eləyir. Möhtaclığını etiraf eləyir. Biz Quran-ı Kərimdə də, məsələn, görürsən, Rabbi inni limə ənzəltə iləyyə min xeyrin fəqir Peyğəmbərin dostum, mənə nazil edəcəyin hər bir şeyə möhtacam, fəqirəm, xeyrə fəqirəm sənin. Yəni, bu duanın həqiqi tərəfidir ki, yəni Allah var, mən yoxam. Yəni, Allahdan Allah istəməkdir. Fəna olmaqda Allah istəyirsən, onun istəyirsən ki, onunla məhəbbət eləyəsən, aşiqanə rabit eləyəsən, aşiqanə qurasan, bərqərar eləyəsən ki, Quran-ı Kərimdə də Allah təbarək və təala Həzrəti İbrahimi belə vəsf eləyir ki, deyir ki, İnnə İbrahimə ləhəlimun əvvahun munib. Əvvah, ah çəkən, məsələn, ah çəkir.
Yəni şiddətli zırıltıya deyirlər duada məsələn. Bu nə ilahın çəkir? İbrahim ki peyğəmbərdir, İslam peyğəmbəri sonra ikinci nümunəvi bir peyğəmbərdir. Əvvah deyir Allah onu vəsf eləyir. Bu duanın həmin həqiqi tərəfidir ki, bu Allahdan nə istəyir? Allahı istəyir. Bunlar etdiyi ibadəti layiq görmürlər ki, bu sənə layiq ibadət deyil. Öz acizliyini, öz puçluğunu, zərrə olduqlarını İmam Səccad Əbu Həmzədə deyir ki, ilahi mən sənin müqabilində zərrə deyirəm, heç puçuq məsələn biz. Mərifət əhli ibadətindən xəcalət çəkər. Bizlər, bizim kimlər məsələn günah edib xəcalət çəkiriksə, əgər tövbə ediriksə, o şəxslər ibadətlərindən, itaətlərindən xəcalət çəkib tövbə eləyərlər. Necə məsələn, o İmam Səccad ağa buyurur ki, Əstəğfiruki min kulli ləzzətin bi qeyri zikrik. İlahi, bütün ləzzətləri istiğfar edirəm, sənin zikrindən başqa. Bütün halal ləzzətləri istiğfar edir, sənin zikrindən başqa. Əstəğfirukə min kulli rahətin bi qeyri unsik. İlahi, bütün rahatçılıqlara istiğfar edirəm, sənin o unsiyyətdən başqa. Səninlə, səni çağıranda, səninlə olanda biz rahatıq, aramıq. Necə ki, Peyğəmbər deyir, Bilal, dur, azan ver, biraz rahatlaşaq. Yəni, bu insanlar bu dua ilə, duanın həqiqi tərəfi budur ki, Allahdan Allahı istəmək, Allaha öz acizliyini, möhtaclığını etiraf eləmək, yəni Allahdan eşq istəmək, aşiqanə, mərifət, mənəviyyat istəmək ki, bizi qaldır ki, bizdə olaq əhli mərifət. Bu da duanın, mən elə bilirəm ki, batini tərəfidir ki, bir tərəfi bu idi ki, bəli insanın, yəni o qədər bəlalar ki var, biz bəla ilə bürülmüş bir dünyadayıq, ki biz bu dünyada gərək neyniyər ağlımız deyir ki, özümüz silahla qoruyaq. Hədisdə bu ki, silah nədir? Möminin duasıdır. Başımıza gələn, gəlməyən bəlaları gərək dəf eləyək. Bir tərəfi də budur ki, biz yəni Allahla aşiqanə rabitə quraq, arifanə rabitə quraq, dualarımızın, ibadətimizdən həzz alaq, ləzzət alaq. Məsələn, Kumeyl duasına baxsın, görsən, Kumeyl duası bir insanın halıdır, əslində söz deyir orada. O, əslində o kişi, o insan, öz halını yaşayır orada. Halını bəyanları bizə dedi ki, siz də bu halı yaşayın. Oxudun, düşün. Baxırsan, görsən ki, orada nəyin qorxusundan danışır Həzrət Rəsul? Cəhənnəm qorxusu yox. Nəyin qorxusu? Hicranın qorxusudur. Ayrılıq qorxusu. Fəhəbni ilahi. Səbərtu alə əzabik. Fəkeyfə əsbirə alə firaq. O firaq. O ayrılığın şiddətindən o kişilər əziyyət çəkir. Ki, cəhənnəm bir şey eləməz. Cəhənnəmdə mənim xofum yoxdur. Heç düşüncəm heç də olmayıb. Nə cənnət, nə cəhənnəm. Sən ki, cəhənnəm əlinə nəzər eləmərsən axı. Mən nəzər eləməyəndən sonra bu mən aylığa necə dözərəm ilahi? Bu kişilərin dərdi sərinə bax. Bizimkilərin dərdi sərimizə. Biz ancaq istəyirik ilahi. Filan müşkil məhəll elə. Filan şey alın, məsələn. Sən çox maraqlı mətləblərə toxundun Sancım. Deməli, sual belə idi ki, dini mətnlər bizə duanı necə tövsiyə edir? Və sizin cavabdan bu iki nəticə aydın oldu bizə ki, Quran bizə iki müstəvidə əslində duanı tövsiyə edir. Birinci müstəvi sizin dediyiniz kimi Allah birbaşa Peyğəmbərin dilindən bizə müraciət edir. Udu'uni, məsələn, əstəcib ləkum. Çağırın məni, çağırışınıza cavab verin və ya məsələn duanız olmasaydı necə olardı və s. Bu bir formadır, duaya tövsiyənin bir formasıdır. İkinci forması isə nümunə iləndir. Bu, məncə, ən təsirli olanıdır. Məsələn, məsumlardan ən kamil tərəfi. Çünki eşitməklə görmək təbii ki, eyni deyil. Məsələn, məsumlardan misal çəkdiniz. Həzrət Əlinin duası Kumeyl. İndi o Kumeyl duasını şərh edəndə o aydın olacaq. Həzrət Əli necə bir ruhiyyə ilə o duanı eləyirdi. Və baxırsan ki, burada Peyğəmbərin və ya imamın hal dili ilə bir tövsiyə var. Yəni, mən Quran axı bizə deyir, laqad kana lakum fi rasulillahi uswatun hasanatun. Peyğəmbərin timsalında sizin üçün bir nümunə var. Təbii ki, Peyğəmbərin timsalında nümunə varsa, onun Əhl-i Beytin timsalında da bizim üçün nümunə var. Və biz Əhl-i Beytə baxanda görürük ki, bu insanların ibadətində duanın yeri çox önəmlidir. Dua muxul ibadə. Yəni bir hədisdə var ki, o ibadətin canı, ruhu, beyni nədir? Duadır. Bu ikinci tərəf həqiqətən çox təsirlidir. Çünki insan baxanda daha çox təsirlənir. Və həmçinin burada çox başqa bir gözəl də mesaj var idi. Sizin dediyiniz o mətləbdə.
dua ilə mərifətin rabitəsi, dua ilə mərifətin əlaqəsi, yəni dua ilə idrakin, biliyin əlaqəsi. Çünki məsələn üstünlük nə iləndir? Mərifətlə də biz bunu bildik. Bu Quranda da var, digər məsələn hədislərimizdə də var ki, üstünlük mərifətləndir. Məsələn alimin qələmi niyə şəhidin qanından üstündür? Çünki alim həqiqəti çatdırır insanlara və alimin idraki kamildir və o idrak kömək eləyir ki, digər insanlar da onu idrak eləsin. Və biz məsumun o ibadət formasında görürük ki, ilahi bu insanlar Allahı necə tanıyıblar, necə dərk ediblər ki, bu şəkildə ibadət edirlər və sanki bizə də göstərirlər ki, əgər siz həqiqətən bizim kimi Allahı dərk etsəydiniz, bizim kimi dərkiniz olsaydı, siz də bax bu şəkildə ibadət edərdiniz. Və bunun əksi də məntiqi cəhətdən eyni keçərlidir. Əgər siz bu cür ibadət etmirsinizsə, gedin nəyi yoxlayın? O mərifətinizi sual altına aparın, idrakinizi sual altına aparın, nə qədər Allahı tanıyırsınız, bunu araşdırın. Çünki əməldə o özünü göstərmir. Əl-ilmu imamul əməl, məşhur bir söz var da. Elm öndərdir, rəhbərdir. Çünki əməl, akt bir növ nəticədir. Hardan qaynaqlanır? Dərrakədən, idrakdan, qavrayışdan buradan qaynaqlanır. Çox gözəl mətləblərə işarə elədiniz. Bir sual da mən vermək istəyirəm. Deməli, duanın qəbul olma məsələsi. Dua əslində metafizik bir həqiqətdir. Mücərrəd bir həqiqətdir. Çünki bu elə bil ki, məsələn, suyu 100 dərəcədə qaynatmaq kimi deyil ki, mən onun təsirini birbaşa görüm. Bu bir metafizik həqiqətdir və bu proses bizim üçün metafizik bir prosesdir. Yəni, məsələn, mən dua elədim, səhərsi gün o hacətim yerinə yetdi. Burada sual oluna bilər. Həqiqətən bu mənim duamın təsiridir, duamın nəticəsidir. Yoxsa bu proses onsuz da olacaqdır. Sadəcə mən nə edirəm? O duamla o üst-üstə düşən hadisə arasında bir rabitə qururam. Bunu mən bilmək istəyirəm ki, bunu sizlə müzakirə edək. Yəni Quran-ı Kərimdə, hədislərimizdə buna işarə varmı ki, həqiqətən duanın real təsiri var? Yəni nə? Yəni dua edirsən və onun təsirini görmək mümkündür. Bəli, Quran-ı Kərimdə də həmin Allah ki, buyurur ki, "Ud'uni əstajib lakum" ayəsi ki, dua edin, duanızı müstəcab edeyim. Hətta bu özü də ayənin zahirindən bu cürdür ki, məsələn, mən hansı bir mətləbimlə Allah onu məsələn tez və yaxud da gecikdirə bilər, hansı bir mətləb istəyirəm, məsələn, təxirə düşsün və yaxud da nəsə istəyirəm tezləşsin. Biz bu rəvayətlərdə də görəndə bəli, məsələn, dua hər bir halda olmur. Biz bilirik ki, hər bir halda dua mütləq gəlib bizə. İstəyirsən yatanda dua elə, istəyirsən duranda, istəyirsən zaman, məkan mühüm deyil dua üçün. Amma eyni anda da zaman, məkan da gəlib. Daha yaxşı olar ki, məsələn, niyə duanın tez bir zamanda təsir göstərməsi üçün. Məsələn, İmam Rıza ağanın Bəşşar biri gəlir, adında bir səhabələrdən biri gəlir. İmam Rıza da Kufədə idi. İmam Rıza Kufədə idi. Ki, Bəşşar gəlir onun yanına, deyir ki, İmam da xurma yerdi. Dedi ki, Bəşşar narahat idi. İmam hətta təşrif elədi xurma. Dedi, ağa, yəni iştahım yoxdur, yeyə bilmirəm. Dedi, niyə deyir? Gələndə yolda bazarda bir dənə məmurlardan biri qadını şeylə döyə-döyə əlində apardı onu mühakimə yerinə. Mühakimə yerinə İmam dedi ki, məsələ nədir? Dedi ki, qadın yıxılanda yerə, məmurun yanına keçirdi, ayağı narahat oldu, yıxıldı yerə. Yıxılanda bu sözü dedi ki, La'anallahu zalimikə ya Fatimə. Ki, Allah lənət etsin sənin qatil və sənə zülm edin ya Fatimə. Bunu deyəcək, İmam ağladı. Hələ istəyir ki, İmam ki, üzü izadı, yaş oldu, təmiz göz yaşından ki, saqqalı istandı. İmam deyir, biraz ki, halı narahat oldu. Birdən dedi ki, Bəşşar, dur gedək meçdə. Getdilər meçdə, deyir, getdik meçdə. İkimiz də 2 rükət namaz qıldıq. Sonra İmam getdi səcdəyə qalxdı. Bir neçə dəqiqə dua elədi. Sonra dedi, qalx, qadını azad elədilər. Güzel. İndi yəni bu hədis özü göstərir ki, məsələn, bəlkə də məscidlər təsis olunub ki, duaların isticabət yeri daha yaxşıdır məsciddir. Məsələn, məhəlli sücuddur da, indi məsələn, insanın toplaşdığı yerdir, nurun nazil olduğu yerdir məscidlər. Məsələn, imam getdi orada dua elədi, məsələn, duası da müstəcab oldu. O, imam onu evdə də eləyə bilərdi, imamdır, məsumdur, harda dua eləsə imamdır o.
Amma məscidə getdi. Gedə dedi məsciddə eləyək, 2 rükət namaz qılaq və dua eləyək. İmam, məsum imam. Yəni bu onu göstərir ki, bizim yəni məkanlar, yəni müəyyən zamanlar var, məsələn, gecə ibadətlərində, gecə vaxtında məsələn ki, qəflət vaxtıdır. Yəni nə mənada qəflət? Hamının yatan, sakit olan vaxtıdır. İnsan gündüzlər özünü görə bilir. Gündüzlər səbəblər danışa bilir. Amma gecələr artıq sükut baş verir. İnsan öz-özünü görmür. Ağıl sur, qəlb danışır. Bu cür nə deyirlər o rəfalar. Gecə məsələn elə bir saat olur ki, insanın doğrudan da elə bilirsən ki, bu dəqiqə nəticəsini deyəcək məsələn də baş üstə. Onun üçün də zamandır, məkandır, bunlar çox təsirlidir duanın tez təsir olmasında. Bəli, həmçinin də günahlar ki var, maniədir. Bizim də Kumel duasında da var da. Allahümmə xfirliyə zunubəlləti təhbisi dua. Allah bağışla günahlarımı ki, təhbisi dua. Dualarımı həbs eləyir. Bəs bu cür nədir ki, məsələn, bəli, duanın müstəcab olması üçün insanın tez təsir olması üçün məkandır, zamandır, əməldir. Bunlar hamısı əsas şərtdir, roldur və dua, bəli, siz buyurduğunuz kimi, dua hər şeyi, bir çox şeyləri gecikdirib, tələsdirib və təxirə də sala bilir. O nümunələrini bayaq verdiyiniz nümunələr çox maraqlı idi. Hətta Kərbalda da buna nümunələr var. Kərbala hadisəsində İmam Hüseynin bəddua eləyib həmin şəxsin orada həlak olması və ya Vaqia surəsinin əvvəlində ki gəlir ki, bir nəfər dua elədi və əzab istədi özünə və bu əzabın qarşısını heç kim ala bilməz. Məaric surəsində. Bəli, Məaric surəsində mən səhvə Vaqia dedim. Deməli, bu nümunələr nəyi göstərir? Bu onu göstərir ki, əslində duanın təsiri var. Burada həm də dua ilə dua edən arasında rabitə də çox önəmlidir. Bəli. Yəni duanı kim edir? Bəli. Çünki mən belə düşünürəm ki, duanın ontoloji təsiri var, o heç. Amma o təsiri yaratma gücü önəmlidir. Məsələn, tutan peyğəmbər möcüzə göstərir. Bu möcüzə haqqında 2 təsvir var, izah var. Bir izah budur ki, peyğəmbər sadəcə Allahdan istəyir və Allah onu edir. Yəni peyğəmbərin sanki şəxsi heç bir gücü yoxdur. Onu Allah edir. Peyğəmbər sadəcə istəyir. Necə ki biz kimdənsə xahiş edirik ki, bu işi düzəlt, o həmin işi düzəldir. Bu bir yanaşmadır. İkinci bir yanaşma budur ki, xeyr, peyğəmbərin artıq o təkvini, ontoloji gücü var o möcüzəni göstərməyə. Hətta mən Aşura Ziyarəti kitabında belə bir şəfaət barədə belə bir rəy qeyd etmişdim. Təbii ki, bu mənim rəyimdir. Şəfaət adətən belə anlaşılır ki, şəfaət duadır. Peyğəmbər deyir ki, mən şəfaətimi məsələn ümmətimdən böyük günahkarlar üçün saxlamışam. Yəni peyğəmbər dua eləyəcək və o insanlar cəhənnəmdən çıxacaq. Amma mən belə başa düşürəm ki, belə bir versiyada qeyd etmək olar ki, şəfaət peyğəmbərin təkvini, ontoloji gücüdür. Yəni peyğəmbər sanki o günahkarı günahdan paklayır. Necə ki Həzrəti İsa ölünü dirildirdi və anadan gəlmə kora, cüzam xəstəsinə şəfa verirdi. Bu necə olurdu? Yəni onda o təsir var idi, ona qadir idi. Şəfaət də sanki peyğəmbərin o ontoloji gücü var idi, təkvini gücü var idi. O insanın ruhunu təmizləyə bilirdi. Şəfaət haqqında belə bir versiyada yəni mən qeyd eləmişəm. Ona görə sizin sözünüzdən bu nəticəyə gələ bilərik ki, məsələn, hərdən bu iradə edilir axı, biz dua edirik, amma nəticəsini görmürük. Bunu demək lazımdır ki, sən dua edirsən, düzdür, amma duanın o təsirini yaratmaq üçün sənin nəfsində, ruhunda o güc var, yoxsa şərait mühümdür. Və həmçinin qeyd elədiyiniz kimi dünya zərərlərlə doludur, şərlə doludur. İnsan nə etməlidir? Bəla-i məhfufə, bəla ilə. Yəni döyüşə şuurlu insan nə deyir? Bu zərərləri dəf eləməlidir. Nə ilə? Döyüşə silahsız girmək nədir? Ağılsızlıqdır. Və bu şər dünyasında da buna silahsız girmək ağılsızlıq və ən böyük silah nədir? Çünki duanın indi ontoloji təsirləri dediyim kimi bir vaxt tutalım, bir insan kiminsə üçün bəddua eləyir, təsiri onadır. Bir də var duanın digər bir ontoloji təsiri ki, buna ümumiyyətlə bizim şübhəmiz yoxdur. O insanın özünə, ruhuna olan təsiridir. Çünki müasir insanın ən ciddi problemi nədir? Depressiya. Müasir insanın ən çox əziyyət çəkdiyi şeylərdən biri depressiyadır. İnsan görsən, depressiyada da antidepressanlar qəbul edir, ruhən çökübdür, mental olaraq çökübdür. Yəni bu insan artıq pozitiv heç bir şeyə sahibdir, müsbət heç bir şeyə sahibdir. İnsan çökə-çökə də gedir. Bu məqamda insan özünü gücsüz hesab edir, aciz hesab edir.
Bu mərhələdə insan ki, bu mərhələyə çatır, nihilist olur. Hər şeyə artıq neqativ baxır və hər şeydən ümidini üzür. Bu mərhələdə mən düşünürəm ki, insanın köməyinə çatan ən gözəl şeylərdən biri duadır. Çünki sən burada elə bir güclə, elə bir varlıqla rabitə qurursan ki, o hər şeyə qadirdir. Bu psixoloji aramlıq özü nəyə desəz dəyər. Bu gün məsələn dünya insanları xüsusən qərbdə bu yoqaya, yoqa təlimlərinə, spiritual təlimlərə niyə maraq çoxdur? Çünki insanlar maddi olaraq o şeyi əldə ediblər, rifahı, amma mənəvi o rifahı əldə etməyiblər. Və sadə bir misal çəkim. Mənim bir ingilis dili müəllimim var idi, özü əslən ingilisdir. O bir dəfə 20 il bundan qabaq dünya turuna çıxmışdı. Adam yəni imkanı zadı hər şey yerində, maddi gəlir yerində, özü imtahan götürür, uşaq hazırlayır, özü də baha qiymətə. Yəni bunun maddi heç bir problemi yoxdur. Zaten bu dünya turuna çıxıbdı. Yəni maddi cəhətdən hər şey yerində. Deyir, mən həyat fəlsəfəm Kambodjada dəyişdi. Necə dəyişdi? Deyir, mənim əlimdəki aparat, fotoaparat. Onun qiyməti evinə qonaq getdiyimiz insanların bir illik gəlirindən çoxdur. Amma baxıram ki, o insanlar qamışlıqda yaşayırlar. Gündə də ancaq düyü yeyirlər. Amma xoşbəxtlik onların üzündən əskik deyil. Deyir, mən onları görəndən sonra, onların üzündəki xoşbəxtliyi görəndən sonra dərk elədim ki, həqiqi sevgi, həqiqi xoşbəxtlik pulla, maddiyyatla deyil, mənəviyyatla, mənəvi şeylərlə ölçülür. İndi baxırsan ki, həmin insanın həyat tərzinə, yəni o imkanın müqabilində o insanın geyimi çox sadə, evi çox sadə. Halbuki onun yerində başqa bir insan olsa, o tamam lüks həyat yaşaya bilərdi. Ona görə o psixoloji aramlıq ki, dua bizə verir, o elə hətta o başqa o biri təsiri olmasa belə bu psixoloji aramlıq nəyə desəz dəyər məncə. Onun üçün də Allah deyir ki, "Əla bi zikrillah tatma'innul qulub." Qəlbdə o dua da zikr etmələ duadır da Allaha yad etmək. Görsən Allah deyir ki, yalnız bu ilə həqiqi aramlıq tapacaqsınız. Nə qədər belənsə siz özünüzdə görmüsünüz, biz özümüzdə indi ictimai insanlar var. Elə bir ailələrə görmüşük özümüz. Yəni mən bir ailə var idi, çox imkanlı idilər. Seviblər ailə qrupları bir-birlərinə çox imkanlı idilər, amma ayrıldılar. Yəni bu mənada ki, xoşbəxt ola bilmirdilər. Evdə tapılmırdı, kişi sonra gedirdi, qadını bura gəlirdi, məsələn. Yəni xoşbəxtlik bilmirdilər məsələn də, eləyə bilmirdilər ki, məsələn aram olsunlar. Ancaq hubbud dünya o qədər başlarına qatmışdı ki, məsələn iş, güc, ora-bura. Bunlar heç cür aram ola bilmirdilər. Axırda da məsələn bu cürdə qərara gəldilər ki, məsələn talaq verdi, kişi ayrıldı. İndi deməlim odur ki, bəli də, yəni insan hər bir halda gərək getsin Allahın qapısına. Ən gözəl yer odur. İnsana aram eləyə bilən bir qüvvə varsa, həqiqi qüvvə odur, Allahdır. Və həmçinin də bir qrup insanlar ki var, duanın bir şəraitləri ki var, bir nəql olundu. Məsələn, görürsən ki, bu da var. Quran-ı Kərim buyurur ki, yəquluna bi əfahihim ma leysə fi qulubihim. Bu da var ki, məsələn, danışırlar ilahi, məsələn, ya ərəbcə dua edir, ya məsələn, Allahümmə kulli valiyyikəl hüccət ibn Həsən, məsələn, fikir zikir başqa yerdədir. Qəlbi xalidir bu şeydən. Bəs buna da dedilər, indi şeydə ixlas deyirlər də, yəni səmimi dua eləmək lazımdır ki, bunu ilə bu bir-birini tamamlasın. Çünki əslində dua bir dənə, duada düzdür, məsələn, bizdə gəlib ki, o İmam Səccad ağandır ki, və min ə'zamin ni'ami aleynə, Allahın bizə ən böyük əzəmətli nemətlərdən böyük ki, cərəyan zikri ki, əl-sinətənəsə belə bir şey var idi ki, bizim dilimizə o zikri sən cari eləmirsən. Ən böyük nemətlərdən biri budur ki, sonra bizim şey eləmirsən. Və sonra duanı bizə yad etmirsən, izin vermirsən bizə dua eləməyi sənə, beləsinə İmam Səccad ağa deyir. Xülasə hər bir halda insan gərək ikisi də bir-birini neynəsin, tamamlasın ki, o da bir qəşəng effekt olsun, nəticə. Biz istəyirik ki, bir də nəticə əldə eləyək. Eləyiriksə, nəticə əldə olmursa, bu duada və yaxud da məbudda deyil. Problem dua eləyən özündədir ki, şəraiti düz deyil. Duanın şəraiti ki var, bizə deyiblər məsələn, Allah deyir ki, bu bir neçə ayə var ki, Allah Quran-ı Kərimdə buyurur ki, "Usquruni kəmə əlləməkum və ya da kəmə hədakum" ayəsi var da. Mən sizə göstərmişəm də, hədakum, bu cürünə gəlin, ya məsələn bu cürünə yad eləyin məni. Yəni bu çox şeylər aiddir də, bunu da ora mistaq kimi götürmək olar bu mövzunu. Onun üçün də problem bizim
özümüzdədir ki, biz duanı düzgün şəraitdə eləmirik. Əlbəttə bunu deyim ki, hər bir halda dua eləmək olur. Zaman, məkandan asılı olmayaraq hər bir halda. Amma eyni anda da xüsusi göstərişlər də var. Görsən, məsələn deyir ki, bu İmam Səccad birinə deyir ki, bu duanı Ərafatda elə. Birinə deyir ki, məsələn Məkkədə eləyərsən bunu filan. Bu rəvayətlərimiz də çoxdur, yəni. Məkanın təsiri. Məkanın təsiri, hətta Allah rəhmət eləsin Əllamə Təbətəbaiyə. Deyir, o kəs ki, məsələn, əhli şərqdə gecə namazı qılanda mənəviyyata meyilli olan insanlar. Məsələn, o getsin bir dənə elə bir yerdə qalsın, bəlkə gecəyə gücdən durur. Amma deyir, onu getsin Feyziyyədə qalsın, ona heç nə ehtiyac yox. Özü rahat duracaq. Feyziyyə mədrəsəsinin misal var orada. Köhnə mədrəsələrdən daha Feyziyyə oldu. Kimlərin nəfəsi dəymir. Əllamə, Behçət ağamsın. Bütün övliyalar oradan çıxıb. Deyir, məsələn, məkanın təsiri var insana. İbadətinə, duasına, hər bir şeyə. Məsələn, adi də məsələn burada dua elə, məsciddə dua elə, gör nə qədər fərqi var. Məkkədə dua elə, gör nə qədər fərqi var. Kərbalada nə qədər fərqi var. Adi Kufə məscidinə, ya Səhlə məscidinə girirdin, Allah yenə nəsib etsin bizə. Ora gələndə deyirsən ki, ilahi bu nədir? Burada indi nə desən müstəcab olacaq, nə istəsən verəcək sənə. O bu hava var orada. Amma ümumi yenə də hər bir halda, hər bir məkanda insan dua eləyə bilər, amma duanın daha tez, daha insan ruhuna yaşaması üçün məkan çox mühüm məsələdir. En azından azı bağışda üzr istəyirəm. Bu məsələsi bir tərəfə edilir də, məsələn, insan nə istəməsi. Amma insan özü də görə həzz olsun axı duada. Danışırsan da, ibadət danışmaq da Allahla. Belə razı niyaz edirsən Allahla. O İmam Sadiqə sual verdilər ki, ağa, bu Musadan bir dənə sual soruşdu ki, əlindəki nədir? Dedi, mənim əsamdır, buna söykənirəm, bu ilə çobanlıq edirəm, filan. Deyir, o bir dənə sual verdi, 50 dənə cavab verdi məsələn. Deyir, o münacat o qədər şirin idi ki, kəsmək istəmirdi. Birdən söhbət kəsilər, sonra sual gəlməz. İndi, yəni bundan ləzzət aparmaq lazımdır da. Yəni bu duanın, bu məsələlər, müşkillər bunu ikinci plana saxlamaq. Allahdan həqiqisini, yəni duanın bəmana həqiqi mənada məsələn insan Allah istəsin, Allahdan Allah istəsin, bu daha gözəldir məncə. Çox maraqlıdır. Ümumiyyətlə o məkanın, hətta Seyyid Xoyunun mən bir dəfə bir kitabında oxumuşdum. O deyir ki, məkanın və zamanın onun da təsiri var. Təsiri var, müəllim. Yəni, məsələn, tutam ariflərin adətən kəlamlarda qeyd olunmuş ki, məsələn, Əllamə Qazi Ramazan ayının gəlməyini özü hiss eləyirdi. O təkvini olaraq, ontoloji olaraq hiss eləyirdi. Mələklərin səsindən hiss eləyirdi. Yəni bu şəkildə o da təbii ki, onların daxili görmələri açıqdır, mükaşifə edə bilirlər, qəlb gözləri açıqdır, görə bilirlər. Ona görə mən düşünürəm ki, onlar duanın o real təsirini digər insanlardan daha çox görürlər. Yəni tutalım peyğəmbər niyə duaya təkid edilir, imam niyə duaya təkid edilir? Çünki onlar o həqiqəti görürlər. Və siz dediyiniz kimi tutalım məscidə gedirsən, şövq gəlir insana. İnsan ibadət eləmək istəyir. Hərəmə gedirsən, insan ibadət eləmək istəyir. Və məsələn, arif insanı görəndə, mənəviyyat əhlini görəndə insan ibadət eləmək istəyir. O məşhur hədis var ki, Allah peyğəmbərə deyirlər ki, ya Rasulullah, biz sənin yanında olanda mənən çox rahat oluruq, ibadət eləmək istəyirik. Amma sonra o hal dəyişir. Peyğəmbər deyir ki, bu halı qoruya bilsəydiniz, mələklərlə görərdiniz, görüşərdiniz və s. O dəfə Musa həkimlə danışanda dedim, o mənəviyyatın olduğu yerlərdən biri də Hacı İmranın evidir. Nəyə görə? Ussisə əsasuhu alə taqva. Nəyə görə? Çünki həqiqətən o evdən insan özünü o qədər mənə rahat hiss edir, o həzz gəlir, o bayaq dediyiniz o həzz gəlir. Və sizin kimi qardaşların ayağının nurundan da, bərəkətindən niyyət çox önəmlidir. Həqiqətən, əgər biz desək ki, bu şeylər arasında bir ontoloji əlaqə var, səbəb-nəticə əlaqəsi var. O niyyət çox önəmlidir. Möminin niyyəti əməlindən daha xeyirlidir. Çünki niyyət də o əmələ istiqamət verən. Ola bilər sən o əməli görəsən, amma niyyət pis ola. O riyakar əxlaqlı insanlar kimi. Ona görə burada bayaq dediyiniz o aşiq-məşuq rabitəsi də çox önəmlidir. İnsan var, eşqlə dua edir. Həqiqətən münacat onun üçün o qədər ləzzətlidir ki, o onu başqa dünya nemətlərinə dəyişmir. Bu eşq elə bir şeydir ki, insanı çəkir məşuqə tərəf. Məsələn, adi indi ariflər ona məcazi eşq deyirlər. Dünyavi sevgidə də bu cürdür. Görsən, cavan bir oğlandır, bir xanıma aşiq olur. Görsən, saatlarla gözünü telefondan çəkmədən ondan yazışa bilir və saatlarla ondan danışa bilir və ya arxasınca saatlarla düşə bilir. Məsələn, qədimdə belə idi, düzdür, saatlarla arxasınca düşəydi, nədir, ondan bir kəlmə kəssin deyə. Bunu ona çəkən nədir?
O eşqdir, o istəkdir. İndi bu eşq bəzən o məcazi şeylərdə olur, dünyəvi şeylərdə olur. Təəssüflər olsun ki. Yəni bu eşqin ən balaca, ən ibtidai dərəcəsidir, amma gücünə baxın, insanı hara çəkir. Aparır. Bir də var eşq ilahi ola, ali ola. O insanı məsələn gecə namazına qaldırır, o insanı ibadətə qaldırır, o insanı hətta şəhadətə aparır. Aparır. Yəni bir insan canını niyə versin? Çünki can elə bir şeydir ki, maldır, dövlətdir, sərvətdir. Bunlar bərpa olunan şeydir. O bərpa olunan resursdur. İflas olarsan, itirərsən, təzədən qazana bilərsən, xüsusən bacarığın varsa. Amma can elədir ki, o bərpa olunan resurs deyil. Onu sən yenidən bərpa edə bilməzsən. Ona görə bu can belə deyək də son variantdır, son versiyadır. Amma aşiq, xüsusən bəzi insanlar var, şəhid olmadıqları üçün narahat olurlar. Yəni ilahi bu necə bir eşqdir ki, gəlir bu hala çatır ki, deyir ilahi mən sənin yolunda canımı vermədiyim üçün narahatam. Bu artıq eşqin təzahürüdür. Bu insan əgər o eşqə çata bilsə, onun biz belə deyim, əsərini, nəticəsini, əlamətlərini onun həm ibadətində görəcəyik, həm insanlarla əlaqəsində görəcəyik, həm onun sosial münasibətlərində görəcəyik, fərdi münasibətlərində görəcəyik, ailəsində, uşaqları ilə hər şeydə bu özünü göstərir. Bəli, o cür nədir? Ki, buyurdunuz ki, məsələn, insanın niyyəti və əməli, məsələn, niyyətdən çox şey asılıdır. Əməl mümkündür, yaxşıdır, gözəl, zahiri görsənir, amma niyyət mühüm məsələdir. Onsuz da bu Quran-ı Kərimə də, rəvayətlərə də baxanda görürsən ki, o İnnəmə yətəqabbəlallahu minəl muttəqin ayəsi var. Məsələn, deyir ki, biz yalnız təqvalardan qəbul edirik. Bir ayədə deyir ki, fəmən yəməl misqalə zərrətən xeyrən yərə. İndi mən belə düşünürəm, məsələn, indi səhvim olsa siz düzəldərsiniz. Məsələn, deyir ki, fəmən yəməl misqalə zərrətən xeyrən şərrən yərə də vardı, məsələn. Yəni, hər kəs burada da mütləq şəkildə deyir ki, hər kəs yaxşı zərrə qədər əməl görsə, yəni mükafatı var. Mömin, qeyri-mömin. Bu versayədə deyir ki, yalnız təqvalardan əməl qəbul olunur. Bunu məsələn, haradasa biz başa düşə bilirik ki, bəzən Allah insanların əməllərini qəbul edir. Bəzən insanın özlərini qəbul edir. Qəlblərini qəbul edir. Niyyətlərini qəbul edir. Mühüm niyyətdir. Çünki axirətdə də bu dərdə deyəcək. Əlbəttə, fəmən yəməl misqalə zərrətən xeyrən yərə, mümkündür pis insan olsun, bərzəxdə də Allah ona mükafat versin, ya dünyada məsələn onun yaxşı əməllərinin müqabilində mükafat versin Allah ona. Əməllərə baxar, Allah verər. Çox möminlərdən də var, mümkün niyyəti yaxşı olmasın, amma əməllərinə görə Allah ona mükafat da verir, məsələn, müəyyən şeylər. Amma niyyət xalis, səmimi deyil. Amma əməl də, amma insan da var ki, Allah onun nəinki əməllərini, həm də özündə də qəbul edir. Yəni, Allah onun özünü də qəbul edir. O, ne bilməm, buna rabitəsi var, yoxsa deyir, ilahi, Asiyə xanım deyir, mənə nicat ver Firon və onun əməlindən. Bəli. Özündən və əməl. Və əməlindən. Diqqətən, özündən, həm əməlindən də nicat ver. Yəni, bu, baxanda bu ayədə görsən ki, Allah insanı bəzən əməlini qəbul edir, bəzən insan özünü qəbul edir. Bu əsl qəbul eləmək, yəni, bax, budur. Təqva. Budur ki, Allah insanın özünü qəbul eləsin. Buna deyirlər artıq iki tərəfli eşq. Bir insan ki, Allah yaradıb, sevib yaradıb, bə'asəhəm alə səbili məhəbbəti, İmam Səccad buyurur, Səhifə Səccadın iş duasında, bə'asəhəm alə səbili məhəbbəti, öz məhəbbəti əsasında öz məhəbbəti yoluna çəkir. Allah belə istəyib, sevib yaradıb və istəyir ki, məhəbbət qarşılıqlı olsun. Yəni, sən də ona məhəbbət eləyəsən. Əl-ləzīnə əmənə əşəddə hubbən lillah. Mömin olanların məhəbbəti Allah şiddətlidir. Burada bəzədir ki, burada məsələn eşqdir. Çünki məhəbbətin Quranda eşq sözü gəlmədiyinə görə hubbu gəlib. Burada da deyirlər ki, məqsəd eşqdir. Əşəddə hubbən lillah, eşqdir. Yəni, Allah necə ki, səni sevir, necə məhəbbəti var sənə, səni sevib yaradıb, istəyirsən də kamil insan olasan, mərifət əhli olasan, sənə bu cür dəyər verir. Və ləqəd kərrəmnə bəni Adəm, o qədər sözlər deyir ki, sənin üçün nə qədər gözəlliklər Allah üçün əhsən deyib, kərrəmnə deyib və s. gözəlliklər deyib sənə. İstəyir ki, sən də ona o ibadəti, məsələn, düzdür, biz Allaha layiqli ibadət eləyə bilmərik. Ən azından heç olmasa mümkündür. Amma ən azından insan öz
o zərfiyyəti ki var, Allah o qədəri ki var, Potensial Allah qədər. məstata'tum ayəsi ki var, istita'atum var, o qədərində ki eləyə bilirsən, elə onu heç olmasa eləyək, süstlük eləməyək, naqislik eləməyək, iradə zəifliyi eləməyək. Əgər qarşılıqlı eşq olsa, Allahla bəndə onun nəticələri də yaxşı olar. İnsan orada müvəffəq olar. Yəni aram olar. Məsələn görsən bayrağı birinə verdi, dedi get. Bəli. Götür gəl Xeybəri. Biri getdi, gəldi, dedi ki alınmadı. İkincisi dedi mən gedərəm sabah, getdi, götürdü, alınmadı. Dedi sabah bayrağı elə bir kəsə verəcəm ki Allah onu, o da Allahı sevir. Məhəbbət iki tərəfli olanda qəşəng, getdi, aldı, gəldi. Bəs iki tərəfli məhəbbətdə yaxşı nəticə də olur. Bəli. İnsan aram olur. İnsan çox sakit olur. Nəsə də məsələn alınmayanda da bu bilir ki, hikmətlə baxır. Həkimana baxır insan. Allah insana hikmət əta eləyir. Özü Quran-ı Kərimdə buyurur da, biz bir qrup insanlara hikmət əta eləyə bilirik ki, Loğmana hikmət verdi, Quran özü hikmətdir, Allah özü Peyğəmbərə hikmət əta etdi ki, Allah özü həkimdir. Həkim insan, yəni hikmətli insan eyni vaqiyyəti bilib görən insana deyirlər, həqiqəti görə. Yəni Allah bu insana bu potensialı verir, bu mərifəti verir. Bu şərtlə ki, insan Allahla, yəni o rabitəni qursun, o arifana rabitəni qursun ki, və insan da bu dərəcələrə çatsın və bizə də belə göstərilir. Quranda Peyğəmbər Təal deyir. Təal ucada duran, yuxarıda Təal, uluvdur da, yəni gəl, yuxarı qalx. Qalx yuxarı, yəni biz gərək qalxaq yuxarıda bacardığımız qədər insan, sonra yevmül həsrət günü, həsrət gündə mömin, qeyri-mömin, hamımız peşman olacaq, ilahi gərək duamızı daha çoxaldardıq, gərək nə bilim, neyniyərdik, neynəməzdik. O çox maraqlıdır, qalx ifadəsi. Həqiqətən bəzi şeylər görmək üçün qalxmaq lazımdır. Məsələn, dağın zirvəsini görmək üçün qalxmaq lazımdır. Və bu qalxmaq, yəni bu fiziki dünyada da belədir. Qalxmaq enməkdən çətindir. Enmək asandır. Bəzən yəni enəndə çox məsrəf, çox əziyyət çəkmirsən, amma qalxanda əziyyət çəkirsən. Ona görə həm zahiri cəhətdən, fiziki cəhətdən, həm mənəvi cəhətdən qalxmaq böyük zəhmət, iradə tələb edir. Və sizin sözünüzə qüvvət, o dediniz, Allah bəzən onların əməllərini, bəzən özlərini qəbul edir. Quranda buna oxşar ayələr var. Məsələn, deyir, zədəhum imanən. Allah onları artırır iman olaraq. Demir, zədə imanəhum. İmanlarını artırmır. Onları və yaxud da Rabbi zidni ilmən. Zidni ilmən. Zidli demir, zidni. Artır məni. Və zid ilmi də demir. Zidni, artır məni ilm olaraq. Ərəb dilində adətən bu, siz də yaxşı bilirsiniz, bu nümunə verəndə mübaliğə aid. Məsələn, bu nümunəni çox verədilər. Bir var deyirlər Zeydun adilun, Zeyd ədalətdir. Bir var deyirlər Zeydun adilun. Adilun. Zeyd ədalətin özüdür. Yəni o ədalətlidir, bu ədalətin özüdür. Burada da sanki insan orada məsələn Zeyd ədalətin özünə çevrilir. Burada da insan imanın özünə çevrilir, təqvanın özünə çevrilir, aşiqin özünə çevrilir, eşqin özünə çevrilir. Sən, bəli, necə ki məsələn Quran-ı Kərimdə ki işarə edilir, bir ayədə deyir ki, ləhum dərəcətun. Bir qrup insanlar ki var, onlar üçün dərəcələr var. Əməllərin məsələn də indi ixlaslarına görə, əməllərinə görə bir qrup insan üçün olacaq. Hum dərəcətun. Hum dərəcət. Özləri dərəcədirlər. Yəni insan görür ki, məsələn, o nə bir yerə çatır ki, dərəcənin özü olur. Ki buyurduq, məsələn, Zeydun adilun, eyni ədalətin özüdür. Məsələn, ya Rabbi zidni ilmə. Məni artır, məsələn, özüm artır. Burada məsələn deyir ki, hum dərəcətun. Bir qrup insanlar üçün dərəcələr var əməllərinə görə, nə bilim, gedəcək müəyyən beşlərə, hara, məsələn, məqamlara. Bir qrup insanlar var ki, hum dərəcətun. Bunlar özləri dərəcədir ki, bəli, bu da insanın dünyadakı özünün Allahla olan mərifətindən. Və Allah da bunu istəyir əslində və bu əməllərin təsirinə birbaşa, əməllərin qəbuluna birbaşa təsir göstərir. Sonra bu məşhur hadisədə Həzrət Əli, Həzrət Fatimə onlar iftar yeməklərini 3 gün ardıcıl ehtiyaclı insana verirlər, yoxsula verirlər və ayə nazil olur. Yəni baxanda əməldə elə bir şey yox idi ki, məsələn yemək idi, çörək idi, süd idi, verdi. Yəni orada belə deyim, qeyri-adi heç nə yox idi. Yəni bu gün bütün insanların verə biləcəyi bir şeydir və ya həmin dövrdə oradakı əksər insanların verəcəyi bir şeydir. Amma niyə Allah onun şəninə ayə nazil edir və onun xatirəsini əbədiləşdirir? Niyə? Çünki orada açar sözlər var.
"Ennema nut'imukum liwajhillah, la nuridu minkum şukuran və la cəza." Biz sizi Allah üçün yedirmişik. Yəni biz sizdən əvəz güdmürük, hətta təşəkkür belə güdmürük. Yəni nə cəza olaraq, yəni müqabilini ver maddi olaraq, nə də bir dənə buna təşəkkür. Heç ona belə. Bunu da istəmirik. Amma bu gün insanlar var, məsələn, nəinki yaxşılığın müqabilində bir təşəkkür gözləyir. Hətta yeri gələndə yaxşılığı insanların başına qaxırlar. Ona görə Allah Quranda buyurur ki, əməllərinizi minnət və əziyyətlə la tubtilu sadaqatikum bil manni vel əzə. Düzdür, əməllərinizi minnət qoymaqla, əziyyət verməklə etməyin, batilləməyin. Çünki adam yaxşılıq eləyir, sonra deyir, mən bunu eləmişdim sənə. Sən nankörsən, beləsən, eləsən. Bu onu göstərir ki, burada ixlas yoxdur. Çünki ixlasın əlamətlərindən biri nədir? İnsan adı çəkilməyəndə narahat olmur. Çünki mən bunu bəzən görmüşəm. Tutalım bir yerdəsən, otursan, xeyirxah insanların adını çəkirsən, yaxşılıq edən insanların adını çəkirsən, görsən bəzən narahat olur. Gəlir ki, axı mən də bu işləri görmüşəm. Mən də o işləri görmüşəm. Hətta bəzən olur ki, sən soruşmadan adam gəlir sənə öz əməllərindən danışır. Bax mən bu gün filan kəsi yedirdim, o gün ona bellədim. Mən bir dəfə bir hadisənin şahidi oldum. Tələbə vaxtı bir nəfər Afrikalı idi. Ona dedim ki, gedək bufetdə çay içək. Dedi ki, yox, mən orucam. Və adam başladı, ondan sonra mən heç soruşmadım. Başladı ki, mən 3 ay oruç tuturam, belə edirəm, elə edirəm. Yəni bu nəyin göstərsin? Sən onu mənə niyə deyirsən? Deməli sən içəridə sən nəsə narahat edir ki, qoy mən bu əməlimi bilsinlər. Bu nəyi göstərir? Bu onu göstərir ki, sən burada artıq şərik qoşmusan Allaha. Sizə onlar da bilsin. O bir dənə arvad var idi, o lətifədə edirlər. Qoca arvad qəşəng namaz ibadətə itaət eləyirdi. Dostlar gəlmişdi, nəvəsi zad oturmuşlar. Nənə idi məsələn ibadət edirdi. O bu nənə nə yaxşı ibadət edir. Maşallah, burada eşidirəm. Namazı qurtarandan sonra bala oruc da tuturam. Hələ orucumu görməmisən. Hələ orucumu görməmisiniz. Çox maraqlıdır. Ona görə gözəl bir testdir. Yəni həqiqətən insan özünü yaxşı tanıyır. Bəli, insan əla nəfsi. Basira. İnsan özünü çox yaxşı tanıyır. Vələv alqa ma'azira. Həqiqətən üzr gətirsə belə insan özünü yaxşı tanıyır. Özü daxilən mənən bilir ki, mən bunu kimin üçün edirəm. Və vaxtımız azalır. İstəyirəm bir, nəsə əlavəniz var. Salamın o Nəçül Balağədə sizin sözünüzə qüvvət acı. O deyir ilahi, o ki tərif edirlər. Deyir ilahi, mən ki deyir bunlar belə bilirlər. Mənə o bildiklərindən də yaxşı elə. Çünki məni belə tərif edirlər. Mənə deyir onlardan da sən məni necə görmək istəyirsən o cürünə gör. Bəli, ixlas çox mühüm məsələdir. Doğrudan da tərif bəzən lazımdır insan üçün. Məsələn, bəzən mənalarda da var. Tərif ki, məsələn, insana əzbabı təşviq, şövq üçün, təşviq üçün. Fissarrai və darrai, Quran həm də. Əhsən. Bəzən, amma əsas budur ki, insan o şövqdən, yəni o işi şövq üçün görməsin. İxlasını aparmasın. İşi onun üçün görməsin. Yəni, mən tərif eləsinlər deyə görüm. Bu olsa artıq, məsələn, hətta bəzi bizdə, məsələn, Əleyhissalam gözünü durur danışır, məsələn, mən kiməm, o 6 nəfərdə şurada deyirəm, mən falan. Və əmmə bi ni'mət rabbikə fəhəddis. Fəhəddis, sənə olan neymətlərindən ki, danış. Bu ayəni deyir, İmam Əli orada danışır bu neymətləri. Bəzən insan tərif bu mənada ki, özünü tanıtdırmaq üçün mən kiməm. Amma eyni anda da o bilir ki, məndə o kimlik ki, sənə tanıtdıram, bu məndən deyil. Bu Allahdandır. Bu ixlas, yəni düşüncə, ilahi, nəyin var səndəndir? Mən üryanam. Bu kumel duası da odur da, elə gəlir, məsələn, deyir ki, ilahi, mənim heç bir şeyim yoxdur. O ki, indi inşallah qismət ona görə, Allahümmə inni əsəlukə, Allahümmə deyir inni əsəlukə. Yəni, bu mənadır ki, mən ilahi öz kölgəmdə durmamışım. Gəlmişəm sənin məhsərində durmuşam. Heç nəylə gəlməmişəm sənin qabağa. Nə salih əməllə gəlmişəm, nə bir iddia ilə gəlmişəm. Mən gəlmişəm ancaq aciz, sənə ehtiyac bir halında səndən istəməyə. Bu cür düşüncə elə bilirəm ki, olmalıdır ki, ta insanda ixlas formalaşsın və bunun da üzərində gərək adam işləyə. Çünki insan o köynələrin sözü var, ağlamayana həbbə vermir. Bəli. Gərək insan ağlasın, əziyyət çəksin. Və in leysa lil insani illa ma sa'a vallazina cahadu fina lanahdiyannahum subulana. İnsan gərək səy eləsin, çalışsın ki, onu o yollara aparsınlar. Çünki əvvəli bizim özümüzə qayıdır. İbtida gərək bizim özümüzdən olsun ki, biz səy eləyək.
o biz ki namazda dedik ki ehdinas sıratal müstəqim, hidayət burada təkvinidir. Çünki biz əvvəlində varıq da, məsələn eləyirik ibadətdir, şəri çalışır. O təkvini hidayət istəyir ki, bizi artıq aparsın nəticəyə, o sırata aparsın, bizi dartıb aparsınlar. Ta məsələn seyr eləyir, Allaha aparırlar da məsələn. Onun üçün də gərək bunun üzərində adam çox işləyə, bu ixlası əldə eləmək üçün əməl, yəni vacib haramlarla yanaşı təfəkkür. Bu çox mühüm məsələdir. Çünki bizdə rəvayətlərdə çox, mən özümdən neçədən rəvayətlərdə oxumuşam neçə yerlərdə, İmam Sadiqdən ki, ən çox rəvayətlərimiz var, buyurur ki, təqva kəsrətül əməl deyil. Ki, siz belə düşünürsünüz ki, kəsrət yox, dedər bəsinədir, ət-təfəkkur, düşüncə, təfəkkürlə az əməl olsun, az əməl olsun. Lazımdır bütün gün səhərdən axşama ibadət elə, amma düşüncəsiz o insan lazımsız addımlar atar, gecikər, tələsər, çox işləri xarab eləyər elə bir insana. Amma təfəkkürlü ibadət, az ibadət olsun, amma təfəkkürlə olsa ibadət, ona görə Quran-ı Kərimin özündə Allah cahilləri qınamır, cəhaləti qınayır. Cahil var alim müqabilində, amma cəhalət əqlin müqabilində ki, insan öz əqlini tətil eləyir. O şuurunu aradan verir və Allah bu cürlə insanları əfələ yətətəbbərun, yətəfəkkərun, yəşkurun, yəşurun. Neçə cür Allah sözlər deyir. Onun üçün də bunlar hamısı mühümdür ki, bunları biz üzərində işləməklə, bu ixlası, bu səmimiyyəti, Allahla o mənəvi rabitəni, eşq rabitəsini biz onu bərqərar eləyə bilərik. Bax, bu cürlə elə bilirəm ki, düşünməklə. Mən vaxtımızda çox az qalıb. Mən istəyirəm son olaraq bir məsələni də müzakirə edək. O gün deməli məqalə oxuyurduq Emin müəllimə, Rəşad müəllimə. Orada dua barədə çox gözəl bir çıxarış eləmişdi müəllif ki, Quran-Kərimə baxanda görək Allah müşrikləri vəsf edəndə, onlar haqqında danışanda deyir elə ki onlar gəmiyə mindilər, müxlis şəkildə, ixlaslı şəkildə dua edirlər. Elə ki biz onlara nicat verdik, təzədən şirk qoşarlar. Yəni bu onu göstərir ki, hətta Allah müşriklərin belə bəzən duasını qəbul edir, amma hansı şəraitdə? Muxlisinə ləhuddin. Onlar ixlaslı şəkildə dua edirlər. Yəni sanki Allah burada keyfiyyətə önəm verir. Çünki məsələn mənim üçün həmişə bu sehrbazların hekayəsi çox qəribədir. Sehrbazlar gəlmişlər Firon tərəfdən Allahın elçisi ilə müharibə eləməyə. Gəldilər, dedilər ki, özdə Firon onlara belə deyir də, daydaylıq elirdi. Dedilər ki, ey Firon, əgər biz Musaya qalib gəlsək, bizə nə verəcəksən? Baxın, orada Firon onlara mal, mülk, qızıl, sərvət heç nə demədi. Dedi, innəkum ləminəl muqarrabin. Siz mənə yaxınlardan olacaqsınız. Yəni, Firona yaxın olmaq, elə hər şeyə sahib olmaqdır, düzdür. Bunlar bu təfəkkürlə gəlmişlər. Amma elə ki, Musanın o möcüzəsini gördülər. Gördülər ki, bu, yəni sehir deyil, həqiqi bir şeydir bu. Həqiqəti görəndən sonra təslim oldular. Baxın, ondan sonra Firon onları təhdid elədi. Dedi, sizi məhv eləyərəm. Neynirsən elə deyir. Dedi, neynirsən elə. Ona görə Allah onların xatirəsini əbədi tutdu. Amma Fironun yanında, Musanın yanında illərlə olanlar var idi ki, Musa peyğəmbər uzağa gedən kimi, biraz aralı düşən kimi getdilər, özlərinə ilah düzəltdilər. Yəni burada səmimiyyət, keyfiyyət, şəxsiyyət, çünki şəxsiyyətlə insanın kimliyi, inancı, hər şey birbaşa rabitədir. Ona görə bunu istəyirəm sizdən soruşum. Bu ayənin misalında ki, müxlis şəkildə dua edirlər. Yəni sanki Allah müxlis, ixlasla olan duanı qəbul edir. Burada artıq müşrik, qeyri-müşrik fərq qoymur. Bəli. O cürlədir. Çünki o başqa bir ayədə də var, siz deyin. Əmmən yücibul mustarra iza da'ah və yakşifus-su. Əmmən yücibul. Kimdir o kəs ki, məsələn, o hansı halda o ki dua istəyir, Allah da onun məsələn müşkilini aradan aparsın. O cürlədir. Bu ayələrin özləri ona dəlalət edir ki, bəli, bəzən insanın əqidəsindən asılı olmayaraq, insan hər hansı bir halda Allah'a çağırırsa, Allah onun problemini həll eləyə bilir, eləyir yəni. O şərt odur ki, muxlisin, ixlasla. Biz belə dualarda da var da, çox dualarımızda var. Allah o Rəcəbiyyə duasında Ya mən ərcu li kulli xeyr və əmənu səxata ində kulli şər. Bu yenə Ya mən yutil kəsirə bil qalil. Ya mən yuti mən səələ. Mən la yəsələ. Ya mən yuti mən səələ. Ey o kəs istəyən. Ya mən yuti mən ləm yəsəlhu. İstəməyənə də. Düzədir bu. Burası da bir şeydir. Ya mən yuti mən ləm yərif. Yərif. Ey o kəs ki
tanımayana da əta eləyəsən. Bütpərəst gəlir bütdən istəyir. Məsələn, deyir, məsələn, Allah əta eləyən Allah da rizqinizdən verir də. Bu deyir ona, bu Allahın ucalığıdır da, böyüklüyür. Yəni mən ləm ya'rifhu ona heç tanımayan insanı sən belə əta eləyəsən, bəli, Allah o da Allahın rəhmaniyyəti sifətidir. Çünki Allah Ərhəmər Rahimində Rəhman, Rəhimdə Rəhmandır. Rəhmaniyyəti də ki bunun o ki başqa bir ayədə kətəbə alə nəfsihi rəhmə. Allah özünə yazıb bunu, vacib edib ki mən heyvandan tutmuş bu insanlardan hər kimdən də fərq eləməz. Hamısı mənim üzərimdədir, özümə vacib eləmişəm bunu. Məni tanıyana da, tanımayana da mənim xəzinəm hamı üçündür. Amma əsl xəzinə ki, mənəvi xəzinədir. Həqiqi xəzinə budur ki, insan Allahdan, Allah istəmək, yəni mərifət istəmək, həqiqət istəmək. Bu bir iddia insanlar üçündür ki, insan gərək onun da ancaq düşsün. Bizlərə də bunu öyrədiblər ki, Allahdan Allah istəyin də. Əsas məsələ budur ki, Allahla eşq rabitəsi quraq. Mərifət əhlinin ümumiyyətcə ibadətinə, itaətinə baxanda biz ariflərin həyatını oxuyanda, ya məsumlərin həyatını oxuyanda, münacatlarına baxırsan, desən, İlahi Rəbbi, bunlar niyə bu haldadırlar? Məsələn, yenə bir ayaq dediyim kimi də, biz indi bilirik bunlar məsumdular, bilirik ki bu. Amma bu necə baş verir ki, bunlar özlərini bu cür nə zəlil hesab edirlər. Baxırsan, görsən ki, adi məsələn, misallardan da biz dünyada bunu misal olaraq çəkə bilərik. Məsələn, görsən, hörmətli bir insan gəlir qonaq. Məsələn, sən deyir ki, Hacı, gəlirəm sizə bir çay içəcəm. Bir böyük şəxsiyyətdir. Sən gəlirsən, pul olmur, dostdan borc tapırsan və yaxud da nə edirsən, evi doldurursan, şirniyyat, şokolad yeməyə zat, narahatsan ki, görəsən nə çatmır. Gəlir, yeyir, içir, deyirsən, Hacı, sən Allah bağışla da nəsə çatışmayan olar. Nə çatışmayan olar, stolu doldurmursan, cəmaata da borcu qalmırsan. Məsələn. Bundan da biraz böyük adam gəlsə, hörmətli. İndi lap adam pis günə qalar ki, neyiniyim mən görəsən, necə irəm, gedərsən, lap biraz da artıq eləyəsən, biraz da hörmətli məsələn. Yəni, deyirsən ki, qardaş, bağışda az oldu. Deyir, az hər şey qaydasındadır. Çünki mən onu möhtərəm insan bildiyim üçün görürəm ki, yəni xəcalət çəkirəm. Bu mənim öz mərifətimə. İndi bu insanlar, bu pak insanlar, onu eləyirlər Allaha. Görürsən, deyirlər, bu sənin müqabilə bir şeydir, bağışda da xəcalət çəkir. Onsuz da deyir, nəyin varsa səndəndir. Səbəb də sənsən, müsəbbib də sənsən, hər şey sənsən. Nəticəni də özün verirsən. Başa düşürsən, mənə nə qaldı ki? Bir dənə canım var, onu da sən vermirsən. Mənim nəyim var ki? Üryanam. Heç bir şeyim yoxdur. Bu təfəkkürlə insan yaşasa, bizə də Allah nəsib etsin bunu yaşamağı, düşüncəmizin sabit qalması, mən elə bilirəm ki, biz elə hər şeydən həzz ala bilərik. Çətinliklərdən də, bəlalardan da. Çünki sığınacaq yerimiz elə bir varlıqdır ki, sonsuz qüdrət, la havlə və la quvvətə illa billahil aliyyil azim olan əzəmətli Allahdır ki, onsuz bir saniyəmiz olmasın, bir anımız olmasın, ondan əsbaq uzaq düşməyək, aqibətimiz, axirətimiz xeyirli olsun. Yəni, Rabban bir qadaik məqamına çatmaq mümkündür. Hər şeyə razıyam. Əslində, o bəhs var idi, onu inşallah saxlayaq gəlin bəhsə ki, ümumiyyətlə, dua etmək, qəza və qədərə qarşı çıxmaq deyən yox. Onu inşallah gəlin bəhs müzakirə eləyərik. Son olaraq bunu qeyd edeyim. O rəcəviyyə duası ki, deyir, hətta tanımayana verir, hətta ondan istəməyənə belə verir. Gör, indi bir insan tanısa, mərifətlə, biliklə, idrakla istəsə, eşqlə istəsə, gör Allah ona nələr verməz ki, onun mülkü sonsuzdur, malikdir, hər şeyin sahibidir. Nələr verməz. Amma biz özümüz məhrum edirik. Dəqiqən özünə də şeyx düz buyurdunuz. Amma bəzən elə bir Allahla müəyyən bir adamlar arasında elə bir nazmə bəstləri olur. İrfanda bir naz məqamı deyirlər də. Elə bir şey olur ki, kamil insanda baxsan, görsən ki, arifdir, övliyadır məsələn. Hansı bir istəyi var, onu gecikdirir. O bəhslərdə inşallah elə biləm ki, gələcək bəhslər. İnşallah növbəti. Bugün əslində kümel duasına girmək istirdik, amma belə razılaşdıq ki, yəni ilk əvvəl duanın mahiyyətindən biraz danışaq, ondan sonra kümel duasına daxil olaq, amma mətləblər
məncə lazım mətləblərdir. Bunlar qeyd olundu. İnşallah növbəti çəkilişimizdə İnşallah. bunu kömək duasına yavaş-yavaş daxil olarıq və bunu silsiləvi davam etdirərik. Sizə təşəkkür edirəm. Gözəl mətləblər qeyd elədiniz. Məncə maraqlı oldu. Ümid edirəm ki, bizi izləyən dostlar da bəyənəcəklər. İnşallah növbəti çəkilişlərdə görüşənədək. Əziz dostlar, bugünlük bu qədər. İnşallah növbəti çıxışlarımızda görüşənədək hələlik.